demək, Acun bacı ilə gəlmişik, iftar süfrəsini bizi dəvət edib. Allah bütün tutan orucları qəbul etsin inşallah. Süfrədə hər şey var maşallah. Düzdür, mən bayaqdan təklif edirlər ki, bir dəfədən bir şey olmaz. Kələm borşu da yi, yəni bunu da yi, onu da yi, bunu da yi. O kimi aləm var bir-birinə, bir dəfədən yox. Təbii ki, mən gizli tikəndən hazırlanmış gürzəni seçdim. Bax, buradadır. Gizli tikən sevdiyim bitkidir. Bir qidanı sizlə mən bağışlayayım, döşənmişəm göyərtiyə. Göyərti ilə bismillah bir qidanı yeyirəm. Ən faydalısı da elə bir qidanı yemək, balıq düzdürürəm. Mən bunu götürüb onunla bərabər yesəm, bunlar birlikdə xarab olacaq. Bir qidanı seçin, yiyin. Orhan bəy, bizim evdə heç nə xarab olmur. Hamısını yeyin getsin. Siz necə siz yiyin? Mənlik deyil. Bizim evdə hər şey uzlaşır. Bugün hər şey uzlaşır, hər şey yemirəm. Tut ona bir kəlməsi. Necə qidalansınlar? deyir, sağlam qidalansınlar mənim üçün bir qida. Baxın, bir qida. Hə, biz həyat yoldaşımla işimizdə, yəni eyni qida yeyirik. Mən o günlərimə qayıtmaq istəmirəm, pis günlərimə. Ona görə də bir qida seçib yeyirəm. Bugün yediyim artıq 2 saat, 3 saat bağlayacağım. Nə su, nə meyvə, nə çayla, nə bilim, nə yox. Çox sərfəli qonaqdır. Yemək versən çay falan. Yox, heç istəmirəm. Bir dənə yemək istəyir də.